2 kilogram, 5 kilogram, 1 kilogram olsun bunlar hem 6 kilogram. İndi hərfləndirirəm. Deyirəm A, B, C və D. Sual belə. Deyirəm ki, və yaxud da nə bilim, F deməli, D-ni C-yə göstərdiyi qüvvəni tapın. Bəli. D-nin C-yə göstərdiyi qüvvəni hesablamalıyıq. Buyurun görək uşaqlar. Aha, əgər belə deyim də, bu yerdir. Tutaq ki, mən yeri 100 Newtondan sıxıramsa, yer deməli artıq belə sıxmaq. Newton üçüncü qanunca 100 Newton. Əgər bu yuxarıdan qüvvə yoxsa deməli, mənə heç bir qüvvə təsir etmir, mənə qüvvə olmalıdır, 0. İndi baxın uşaqlar, mən də ki, D-nin C, yəni buradakı qüvvəyə tapmalıyım. Buradan mən düz xət çəkirsən. Altdakı yuxarı heç bir təsir göstərə bilməz, hal-hazırda. Yəni üstdən isim olmasa, altdan yuxarıda görürsünüz. Amma üstdən nə qədər bana təsir göstərirlər? 2 kilogram, 5 kilogram, 1 kilogram.